Salam. İndi siyahınızı tuturam. Kim buradadsa buradayım. Abbas oğlanıza. Burada. Cabbarlı Aytar. Burada. Zəfərli Həsən. Burada. Əliyev Usman. Fətzadə Murat. Burada. Məmmədli Fatimə. Yoxdur müəllim. Sabahki toydur. Nə? Toydur. O oxumalıdır, təhsil almalıdır. Dərsdən sonra Fatimə gilə gedərik. Görəyim bu nə məsələdir? Uşaqlar, dərs bitdi. Gəlin gedəyim Fatimə gilə görəyim bu nə məsələdir? Salam, mən Fatimənin müəllimiyim. Həmin məktəbdə gördüyüm məsələyə görə gəldim. Məktəbdə Fatimə məktəbə tutanma səbəbi nə idi? Evdə xeyir var. Necə yəni xeyirmiş var? Hələm ama 18 yaş tamam olmayayım, ama hələm təhsil almayı duyduğum. Ay kişi, oxudun mu? Mən Mən ailə həyatı qurmaq istəmirəm, mən təhsil almaq istəyirəm. sus, evdə mənim sözümü kəsir. Doğru deyir də qız. O hələm təhsil alma hüququ var. Bəs bu qızın anası hani? Mən yoldaşımın sözündən çıxa bilmərəm, nə deyirsə odur.